Keçmişdə bir dənə çörək üçün gəzirdik və çörəyi kusokla alırdıq. Yadınıza gəlirdi bu. Bu günləri isə bizim zibilxanalarımız çörəklə doludur. Bu bilirsiniz bizə nəyi xatırladır? Bir qövm var idi Peyğəmbərlərin dövründə. Onlar vaxtı ilə o qədər varları, əllərində olan o rifah, firavanlıq, hər şey var idi əllərində. O həddə çatdılar ki, mən üzr istəyirəm bu ifadəmə görə, sadəcə harınlaşdılar və təharətdə ayaq yolunda başladılar özlərini çörəklə təmizləməyə. Sonra nə edirdilər? Özlərini çörəklə təmizləyirdilər, o çörəyi gətirib yığırdılar bir yerə, tullantı kimi. Tarix deyir, böyük bir təpəcik yarandı çörəkdən. Çörəkdən böyük bir təpəcik yarandı. Sonra Allah Subhanahu və Teala haman qövmə qəzəb elədi. Onlar pis vəziyyətə qaldılar, kasıblaşdılar. Əllərində, ovuclarında heç nə qalmadı. Məcbur qaldılar, öz nəcislərini sildikləri çörəyi yedilər. Və hətta onun üstə dalaşdılar, dava elədilər. O köhnə tarix bir ibrətdir. Bu günləri biz onu deyəndə, hamımız deyirik, vay, onlar nə ediblər ki? Biz də dolayısıyla bu günləri o işləri icra edirik. Çörəyi zibilliyə atmaqla, bəli, ola bilsin, biraz o kobud hərəkətdən fərqlidir, amma o da başqa növ hörmətsizlikdir. Elə hacı demişkən, uşağın bezləri ilə, o nəcis bezlərlə çörəklər bir yerdə olanda, biraz mədəni formasıdır da. Onlar götürüb qəsdən nəcisi təmizləyirdilər, biz də çörəyi ora atırıq. Ona görə əzizlər, bu müqəddimədə nə demək istəyirəm? Biz hər hansı bir hadisəni tarix kimi danışmamalıyıq. Tarix önəmlidir. Lakin o tarix hadisə bizim üçün ibrətə çevrilməlidir.